Salam əziz şagirdlər. Bizim esse yazmaq üçün ikinci hissəli kitabımızın 3-cü mətn izahına baxalım. Nə deyir burada? Bu kompozisiyanı oxuduqda biz nədən danışacağıq? Firefighter, yanğın söndürənlər haqqında danışacağıq. Gəlin oxuyaq və yeni sözlərimizə və tərcümələrimizə, nümunə essenlərimizə birlikdə baxaq. Firefighters put out unwanted fires. Yanğın söndürənlər istənməyən yanğınları söndürürlər. They stay on duty in the fire station until someone rings the emergency service and asks for the fire service. Kimsə təcili yardım xidmətinə zəng edib yanğın söndürmə xidmətini soruşana qədər yanğın söndürmə məntəqəsinə növbətçilik edirlər. Then the firefighters get out their shiny red fire engine. Sonra yanğın söndürənlər parlaq qırmızı yanğın söndürmə maşınlarıyla çıxırlar. It has all the firefighter equipment. Bütün yanğın söndürmə avadanlıqları oradadır. They switch on the alarm bell and set out of the fire as quickly as possible. Onlar həyəcan siqnalını yandırır və mümkün qədər tez yanğını doğru neynirlər, yola düşürlər. And the hose is rolled up the hose is rolled up into a coil on the fire engine. Şlanq yanğın söndürmə maşınındakı spiral şəklində büklü olur. When firefighters get to the fire, they attach the hose to a fire hydrant in the street. Yanğın söndürənlər binaya yaxınlaşdı. Yanğın yerinə çatdıqda şlanqı küçədəki yanğın hidrantının bağlayırlar. Then they turn the water supply on. Sonra su təchizatını açırlar. They point their hoses at the flames. Şlanqlarını alova yönəldirlər. And there is a ladder on the fire engine. Yanğın söndürmə maşınında nərdivan var. Firefighters climb up it to reach the flames in the upper part of the building. Yanğın söndürənlər binanın yuxarı hissindəki alovlara çatmaq üçün onunla qalxırlar. They also use it to rescue people from burning buildings. Alovlar içində olan insanları xilas etmək üçün də bundan istifadə edirlər. They carry them down the ladder to safety. Onlar nərdivanla təhlükəsiz yerə onlar ilə aparırlar. And being a firefighter a very dangerous job. Yanğın söndürmə işidir, çox təhlükəlidir. Firefighters can get injured or killed by the flames. Yanğın söndürənlər alovdan yararlana və yaxud ölə bilərlər. Parts of building can fall on them. Binaların hissələri onların üzərinə düşə bilər. They can inhale too much smoke. Onlar həddindən artıq tüstü çəkə bilərlər, məruz qala bilərlər istiyə. Firefighters risk their lives to save the lives of others. Yanğın söndürənlər başqalarının həyatını xilas etmək üçün həyatlarını təhlükəyə atırlar. They are very strong and brave people. Onlar cəsur və güclü insanlardılar. We should thank them for the dangerous work they do. Gördükləri təhlükəli işlərə görə onları biz etməliyik, təşəkkür etməliyik. Burada maraqlı sözlərimiz var. Gəlin indi onların bir-bir tərcüməsinə baxaq. Nədən söhbət gedir burada? Unwanted və nə demək? Arzulu olunmaz deməkdir. Jim gave me some unwanted advice. Jim mənə lazımsız məsləhətlər verdi. On duty növbətçi də demək, növbədə olmaq deməkdir, növbətçi. You should ring the doctor who is on duty tonight. Bu gecə növbətçi olan həkimə zəng etməlisən. Daha sonra bunu biz tez-tez görürük. Emergency service, təcili xidmətlər, equipment, belə avadanlıqlar, alətlər. We have bought a tent and all the rest of the camping equipment. Çadır və bütün digər düşərgə avadanlıqları almışıq. Hose nə idi? Şlanq demək idi. Nə deyir burada da? We need a garden hose to water the plants. Bizdə bitkilər suvarmaq üçün bağ xortumuna, şlanqına ehtiyacımız var. Coil nə deməkdir? Bobin, əgər spiral deməkdir. If you make something into a coil, əgər bir şeyi spiral halına gətirirsə, yəni o spiral deməkdir. Məsələn üçün burada nümunə də verilib bizə.
The rope was hanging in a coil on the ship. İp gəmidə spiral şəklində asılı qalmışdı. Attack nə deməkdir? İlavə etmək. Mən I am going to attack a lead to the dog's collar. Mən itin boynuna ip bağlayacağam. Fire hydrant yanğın hidrantı, yəni bu yanğın söndürülənlər üçün olan bir belə deyək borudur ki, yol kənarında adətən qoyulur. Oradır yanğın söndürənlər gəlib su açmaq. Bəlkə görəsiniz belə bir işarələrdə, belə bir formada. Belə deyək, yəni bu çox da uyğun izah edə bilmədim. Yəni yol kənarlarında və binalarda da adətən həyətlərində olur. Adətən qırmızı və yaxud tünd rənglərdə olurlar. Riski xilas etmək deməkdir. Deyir, nədir? Burada da baxaq görə. The kitten had climbed to the top of the tree and could not get down. Deyir ki, pişik balaca ağacın başına çıxmışdı və yenə bilmirdi. Bill climbed the tree to rescue it. Bill onu xilas etmək üçün ağaca dırmandı. Inhale nədir? Nəfəs almaq demək. It is good to inhale country air. Kənd havasını almaq qəşəngdir, gözəldir. Və yaxud risk your life, həyatını riskə atmaq. The young man saw the child in the water and dived in to pull her out. He risked his life to save her. Gənc oğlan uşağı suda görüb onu çıxarmaq, xilas etmək üçün suya girdi və o uşağı xilas etmək üçün həyatını təhlükəyə atdı. Belə. Biz burada bizə nümunələr verib indi. Biz nümunələrə uyğun olaraq bu belə deyək, esseni özümüz yazmalıyıq. You write composition about the work of firefighter using the following writing frame to help you. Yuxarıdakı başlığa uyğun olaraq biz onlardan istifadə edərək biz özümüz üçün də nə edə bilərik? Belə deyək, yaza bilərik. Firefighters put out unwanted fires. Yanğın söndürənlərdir, təhlükəsiz, istənməyəndir, alovlaradır, gedirlər. They have a lot of equipment, this includes. Onların çoxludur alətləri var, bura daxildir. Firefighters is dangerous. Fighting fires, alovladır, davranmaq, savaşmaq təhlükəlidir. Firefighters are brave, onlar belə deyək. Yanğın söndürənlər cəsurdur. Biz bunları belə deyək, nə edə bilərik? Özümüzdən yaza bilərik. Bu nümunələri siz istədiyiniz, belə deyək, burada biri qalıbdır. Bunları da demişdim, tərcümə etmişdim. Biz özümüzdən bu cümlələrə uyğun, belə deyək, nümunələr yazıb, esselər yaza bilərik. Yuxarıda izah etdiyim mətndəki sözlərdən, söz birləşmələrindən, ümumiyyətlə buradakı nümunələrdən də istifadə edərək yaza bilərik. Bu qədər və siz nümunə, belə deyək, mətnlərinizi yazıb öz müəllimlərinizə yoxlada bilərsiniz və yaxud daha, belə deyək, komment bölməsində yazarıq, birlikdə də yoxlaya bilərik. Növbəti videomuzda görüşənədək sağ olun.